نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Mən də Süleyman müəllim kimi gəncləri təbrik edirəm və Allah Azze ve Celle onların bu izdivacını xeyirli, bərəkətli etsin. Barakallahu lekuma, baraka aleykuma ve cema'a beynekuma fi xayr. Allah sizin ikinizi də xeyir üzrə cəm etsin və sizin ailənizi, sizin valideynləriniz və həmçinin evladlarınız üçün bir xeyirli sədəqə etsin, davamiyyətli əcr səbəbi etsin. Necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bir Adəm övladının əməli kəsilər öləndən sonra 3 şeydən başqa. Onlardan da biri valadun salihun yad'u lehu. Ona dua edən salih olan. Alimlər deyirlər ki, əgər övlad valideyni üçün dua etmirsə, o övlad salih övlad deyil. Əgər övlad valideyn üçün dua etmirsə, o övlad salih övlad deyil. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə salihliyi duaya bağladı. Ona görə bizim hamımıza vacibdir ki, istər biz yaşlı olaq, istər biz cavan olaq, istər biz yeniyetmə olaq, hamımız valideynlərimiz üçün dua etməliyik. Onların xeyrini arzulamalıyıq və salih olmağa çalışmalıyıq ki, və dua etməliyik ki, onlara bir xeyrimiz deysin. Və həmçinin istəyərdim bəzi ailə məsələlərindən danışaq. Çünki bugünkü cəmiyyətdə artıq görürsən ki, bəzi insanlar var, 5 il evlidir, 10 il evlidir, 20 il evlidir, 30 il evlidir, 40 il evlidir, amma xoşbəxt həyatın, xoşbəxt ailəçiliyin, ailəliyin səbəblərini bilmir. Ona görə görürsən ki, hətta yaşlı adamlardan elələri olub ki, indiyə qədər mən xoşbəxt həyat keçirməmişəm. Yəni, aləmdə rahat olmamışam, evimə rahat girməmişəm. Səbəb nədir? Səbəb bu səbəbləri bilməməkdir. Birincisi bilmək lazımdır ki, Rəbbimiz Quran-ı Kərimdə və Peyğəmbərin sallallahu aleyhi ve sellem sünnəsində hər şey bizə xəbər verir. Ona görə Allah Azze ve Celle buyurur ki, "Mə farratnə fil kitabı min şey." Biz Quran-ı Kərimdə heç nəyi nəzərdən qaçırmadıq. Və Muaz radiyallahu anhu, Abu Zər radiyallahu anhu deyirdi ki, elə bir quş yoxdur ki, göylə uçan, Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem o haqda bizə xəbər verməsin. Deməli, ailə məsələləri haqqında da xəbər verib. Və həmçinin Quran-ı Kərimdə möhtəşəm ayələr var. Quran-ı Kərimdə ailə məsələlərini izah edən, ailəni islah edən möhtəşəm ayələr var. O ayələrdən misal üçün birincisi odur ki, Allah Azze ve Celle buyurur ki, وَاِنْ اِمْرَأَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوزًا اَوْ اِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَا اَنْ يُصْلِحَ بَيْنَهُمَا صُلْحًا. Əgər bir qadın qorxarsa ki, öz yoldaşına asi olar və yaxud yoldaşı onu boşayar, onların aralarında sülhə gəlməkdə onlara heç bir günah yoxdur. Nə deməkdir bu? Yəni, qadın kişi haqqında bəzi haqlarından keçsin. Alimlər deyir ki, bu ayə məfhum müxalifə ilə, yəni əks başa düşməklə kişiyə də aiddir. Yəni, ailəni islah etməyin, gözəl ailə yaşamağın yollarından biri insanın öz haqlarından keçməsidir. Və sonra Allah Azze ve Celle buyurur ki, وَاُحْطِرَتِ الْاَنْفُسُ الشُّحْ. Nəfslər həmişə intiqam almağa meyillidir. İstəyir ki, həmişə intiqam alsın, əvəzini çıxsın, pis söz desin əvəz olaraq. Əgər nəsə mübahisə yaranıbsa, Allah Azze ve Celle ki, وَاُحْطِرَتِ الْاَنْفُسُ الشُّحْ. Nəfslər ona hazırdır, nəfslər ona cibillidir. Nəfsin içində var o. Baxın, bizim insanın nəfsi, təbiəti iki şeylə yoğrulur. Birincisi zülümdür, ikincisi cahillikdir. Yəni elmsizlik. Çünki Rəbbimiz Azze ve Celle bu əmirlər, qadağaları təklif edib göylərə, yerlərə, dağlara
Necə ki, Əhzab surasında ayə var bu barədə. İnna aradnal əmanətə aləs-səmavati vəl-ardi vəl-cibal fəəbeynə ən yəhmilnəhə və əşfəqnə minhə və həmələhəl-insən innəhu kənə zalumən cəhulə. Biz əmanəti, yəni Allahın əmirlərini, qadağalarını, bu dini göylərə, yerlərə, dağlara əmanət etdik. Onlar qorxdular, götürmədilər. Və həmələhəl-insən. İnsan isə yükləndi. Baxın, təfsir alimləri deyir ki, sonra Allah Azze və Cəllə həmin əmanəti Adəmə cənnətdə ikən ərz edir. Deyir ki, ey Adəm, əgər bunlara əməl etsən, sənin üçün xeyirdir, cənnət var, əbədi cənnət. Əgər əməl etməsən, sənin üçün əzab var, cəhənnəm əzabı. Deyir, qəbul edir və qəbul edəndən sonra zöhr namazından əsr namazına qədər vaxt keçir və cənnətdən çıxarırlar. Günah edir, cənnətdən çıxarırlar. Yəni, baxın, insan həqiqətən yüklənib əmanətdir. Deməli, sonra nə deyir ki, وَهَمَلَهَا-الْاِنْسَانِ اِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا. Deyir, insan onunla yüklənir çünki o zalim və cahildir. Deməli, insan Allaha tərəf getməsə, elm öyrənməsə və həmçinin yəni özünə adilliyi yəni tövsiyə etməsə, ya zülmə tərəf gedəcək, ya da ki, elmsizliyə, cahilliyə tərəf. Ona görə Allah Azze və Cəllə o öncəki ayədə deyir ki, وَاِنْ تُصْلِحُوا وَتَتَّقُوا فَاِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا. Əgər siz islah etsəz, yəni ailənizi islah etsəz, yoldaşınızı islah etsəz və yaxud qadın öz ərini islah etsə, Allah etdiklərinizdən xəbərdardır. Və həmçinin ailəni ifsad edən, xarab edən şeylərdən biri günahlardır. Həqiqətən günahlar cəmiyyəti həlak edir. İnsanın özünə ziyandır, insanın ailəsinə, övladlarına ziyandır. Və Allah Azze və Cəllə buyurur ki, yəni onlar etdiyi günahlara görə dünyada boğuldular, ahirətdə də oda girdilər. Nuh Peyğəmbərin qövmü haqqında deyir. Və həmçinin günahlar səbəbdir ki, insanın üzərinə başqa zalimlar musallat olur. Və Allah Azze və Cəllə buyurur ki, وَكَذَٰلِكَ نُوَلِّ بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ. Diqqət edin burada بِمَا كَانُوا يَكْسِبُونَ sözünə. Deyir, biz zalimların etdiyi əməllərə görə onların özü kimi zalimları onların üstünə salarıq. Bu çox möhtəşəm ayədir. Bu təfsir alimləri bu ayə haqqında deyirlər ki, yəni hər günah edən zalimdir. Necə ki, Allah Azze və Cəllə başqa ayədə deyir ki, ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ. Deyir, mən qullarıma kitabımı miras etmişəm, o qullarından, yəni müsəlman qullarından bəzi insanlar öz nəfsinə zülm edənlərdir, zalimdir. Deməli, insan nə qədər zalim olursa, günahlar edirsə, ona başqa zalimlar musallat olacaq, onun üstünə gələcək. Alimlər deyir ki, təfsir alimləri, yəni başqa zalimi onun üzərinə salaraq ondan faydalanar. Və bəzi alimlər deyiblər ki, نَأْخُذُ بِالظَّالِمِ نَأْخُذُ مِنَ الظَّالِمِ بِالظَّالِمِ. Deyir ki, zalimdan zalimla götürərik. Zalimdan zalimla götürərik. Necə ki, əsərdə gəlib ki, Mən ə'ənə zalimən sallatəhullah aleyh. Kim bir zalima yardım edərsə, yəni günahkara yardım edərsə, insan hər dəfə özü günah edəndə, günahı kiçiltmiş olur insanların gözündə. Və o da zalima yardım etməkdir. Və deyir ki, əgər günah edərsənsə, sənin kimi bir günahkar sənin üzərinə musallat olur. Deməli, ailə görürsünüz, ailənin ifsad olmasının səbəblərindən biri günahlar da çox məsələlər demək olar bu ilə bağlı. Lakin başqa bir ailəni islah etməyin yollarından biri iradətul xeyr. Xeyir istəmək, xeyir niyyət etməkdir. Xeyir niyyət, Allah Azze və Cəllə buyurur ki, İn yuridə islahən yuvaffiqilləhu beynəhumə. Əgər onlar xeyir istəyərlərsə, yəni qadın və kişi, ər-arvad bir-biri üçün xeyir istəyərsə, Allah onların arasını islah edər. Allah onları birləşdirər, Allah onları mehriban edər. Ona görə xeyir istəmək necə olur? Kişinin qadınla gözəl davranması və qadının da ərinə hörmət etməsi. Necə ki, Allah Azze və Cəllə buyurur ki, وَعَاشِرُهُنَّ بِالْمَعْرُوفِ. Qadınlarla gözəl davranın, onlara xoş sözlər deyin. Və bəzən baxırsan, qədimdən adətdə qalıb qadınları kobudlamaq, qadınlara süpürgə demək və s.
Vallahi bu bizim dinimizə müxalifdir. Peyğəmbər sallallahu aleyhi ve sellem ən şərəfli kişi olub. Amma hətta ev işlərində belə öz yoldaşına yardım edərdi, kömək edərdi. Öz ayaqqabısını tikərdi, yəni remont edərdi. Baxın Allah Rasulunun əxlaqına və həmçinin ailəni, həmçinin qadınlar da kişilərə hörmət etməlidir. Necə ki, qədimdə deyərdilər ki, keçmiş qadınlar ərlərinin üzünə baxmağa utanırdılar. Amma indiki qadınlar ərlərinə ağa olur. Baxın, yəni keçmiş qadınlar çox əxlaqlı, çox mərifətli olublar. Yəni artıq vəziyyət dəyişib, dünya dəyişib. Ona görə amma xeyir hələ də qalıb. Vallahi xeyir var. Nə qədər ki Quran var, sünnə var. Nə qədər ki sahabələrin yolu kitablarda yazılıb, biz onu görürük, oxuyuruq. Vallahi xeyir var. Ona görə bu xeyir üzərində ailələrimizi, övladlarımızı aparmalıyıq. Və həmçinin ailəni möhkəm saxlayan səbəblərdən biri vaqiyə baxmaqdır, olan hala baxmaqdır, xəyallar qurmamaqdır, xəyallardan çəkinməkdir. Çünki xəyallar insanı fasiqliyə doğru aparır. Allah Azze ve Celle buyurur ki, Ələm yə'nənillezine əmənu ən təxşə'ə qulubuhum li zikrillah və mə nəzələ minəl haqq. Nə vaxt iman gətirən müsəlmanların qəlbləri Qur'an-ı Kərimlə titriyəsi vaxt nə vaxt gələcək? Nə vaxt olacaq bu? Və lə yəkunu kəllezine utul kitab. Bir kitab əhli kimi olmayan, yəni Yahudi və Hristiyanlar kimi olmayan, bax, bugünkü gündə ən çox ailələri dağılanlar onlardır. Yəni ailəlik onlarda heç bir şey olur. Nə vaxt evlənirlər, nə vaxt boşanırlar, heç bir şeydir onlar üçün. Nəyə görə? Çünki onlar öz peyğəmbərləri göndərilən dinləri zay etdilər. Onlara əməl etmədilər ona görə. وَلَا يَكُونُ كَالَّذِينَ أُوتُوا الْكِتَابِ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ وَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ. Onlar kim olmayın, onların arzuları, istekleri uzandı. Yəni o istekler onları boş xəyallara daldırdı və onlar fasiklərdən oldular. Bu ayəni Abu Musa el-Əş'ari radiyallahu anhu Bəsrədə 300 dənə alimə oxuyub, 300 dənə qariyə oxuyub. Deyir, ey qarilər, Allahın kitabından uzaq durmayın. Ona görə o ailə xoşbəxtdir ki, Allahın kitabı o ailədə tətbiq olunur. Allahın kitabı o ailədə oxunur. Allahın kitabı o ailədə əməl olunur. Və həmçinin ailəni islah edən səbəblərdən biri də Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsini ailədə tətbiq etməkdir. Baxın, bu iki gündə nə qədər ailələr cadu, sehir, gözdəymə səbəbi ilə dağılır. Xüsusən profillərin, statusların artdığı bir dövrdür. Kim hara istirahətə gedir, çəkir, paylaşır. O qədər pis gözlü insanlar var ki. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, göz kişini qəbrə, dəvəni qazana qoyar. Bu səhih hədisdir. Və həmçinin Allah Azze ve Celle Quran-ı Kerim'de ayədə deyir, onlar səni gözləri ilə vurmaq istəyirlər. Vələm surəsinin axırıncı ayəsində. Baxın, gözə qarşı İxlas, Fələq, Nas surələri var, xüsusən Fələq, Nas surələri. Peyğəmbər sallallahu aleyhi ve sellem onları istifadə edib. Ona görə qorumaq lazım. Peyğəmbərin yolunu həyatımıza tətbiq etmək bizi onlardan qoruyur. Misal üçün, Bəqərə surəsini oxumaq ayəyə bərəkət gətirir. Bəqərə surəsini tərk etmək peşmançılıqdır. Bəqərə surəsi ilə sehirbazlar bacarmaz. Bu Peyğəmbərin sallallahu aleyhi ve sellem hədisidir. Və həmçinin evə girəndə Bismillah demək, evə girəndə ev əhlinə salam vermək və həmçinin evə girəndə pələng kimi, çıxanda şir kimi olmaq lazım. Necə ki, bu qədim xeyirxah insanlardan gəlib. Onlar evə girəndə pələng kimi olmalı. Yəni, onlar evdə olan nöqsanları görərdilər, amma üzə vurmazdılar. Ona görə ailəsini danlamazdılar. Yəni, görməməzlikdən gələrdilər. İmam Şafii rahimullah buyurur ki, gözəllik 10'dur, 9'u görməməzlikdən gəlməkdir. Yəni, görməməzlikdən gəl, xoşbəxtlik bundadır. Amma hər şeyi ilişmək, hər şeyi söz-söhbətə çevirmək, hər şeyi ailədə skandal etmək və bunun səbəbi ilə bəzən balaca problemlər evdə böyük skandallara səbəb olur. Belə şeyləri tərk etmək lazım. Allah Resulü belə etməyib. Hətta zövcəsi onun, bax, dövlət rəhbəri idi Allah Resulü Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem. Onun yanında böyük sahabələr olanda onun yoldaşı qabı yerə vurub qırmışdı. O demişdi ki, ananız qısqandı və salam, gülümsəmişdi. Demədi ki, mən dövlət rəhbəriyəm, mən Allahın Peyğəmbəriyəm, sən məni biabır etdin, sən insanların qarşısında
qabı vurdun yerə, yeməyi də israf etdin. Baxın, bir gülümsədi və əsal dedi, ananız qısqandı. Yəni Peyğəmbərin zövcələri möminlərin analarıdır. Xoşbəxt həyat belə olur. Yoxsa bəzi insanlar yumruğunu stolun üstünə vurur. Elə bilir ki, bu xoşbəxtçilik bundadır. Vallahi bunda deyil. Ən böyük xoşbəxtçilik əxlaqdadır, ədəbdədir. Və həmçinin övladlarımız da o ilə böyüyürlər. O ədəblə, o tərbiyə ilə böyüyürlər. Çünki övladlar sözdən çox əməldən faydalanır. Necə ki, bu əksər insanların da hədiyyə yoludur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem kimi yaşamaq insanın ailəsini xeyirli, bərəkətli edir. Çox şey demək olar. Sadəcə burada müəllimlərimiz, şeyxlərimiz var. Allah hamısını qorusun. Və ağsaqqallar var. Hamısından da çox-çox üzr istəyirəm. Bəlkə biraz uzun oldu. Allah sizdən razı olsun. Sadəcə alimlərin tövsiyələrini çatdırırıq. Barakallahu fikum. Allah bu məclisi xeyirli, bərəkətli etsin. Allah sizdən razı olsun. Axiru da'vana elhamdülillahi rabbil alemin. Subhaneke Allahümme hamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.